Və bu da Kamran bəy Rəhimovun starfiti. Hər iki komanda uğurlar arzulayırıq. Bəxtiyar. Ötürmə, Keita istiqamətinə bu topa çatmaq mümkündürmü? Mümkündür yer ötürmə. Qarşıladılar Coşqun Diniyev. Coşqun. Hədəfdən yayındı Coşqun Diniyev. Ciddi təhlükə idi bu. Karvan qapısı önündə Coşqun Diniyev. Ötürmə vermədi komandaya, dəqiqliyi çatmadı. Baxırıq. Yoxdur burada offside. Keita yaxşı sürət yığdı. Topa çatdı, ötürmə verdi. Qaydan topda Coşqun Diniyev. Hədəfi nişan almaq istədi, amma daha bir səliqəsiz ötürmə. Sanki bu qapıdan zərbələr zamanı Mateoş bunun üzərində məşq eləməlidir. Mikes, Karvan hücumda. Mikesin zərbəsi Tərlan. Əhmədlinin də sevgini qeyd etməliyik. Səhvə yol vermədi, ardından isə korner qazanar Karvan Yevlax. Ardıcıl qarşılıqlı hücumlar. Bruno Rodriguez. Mikes topu ələ keçirdi. Slide Mikes, Gavi Thompson, Kyle Spence. Kyle Spence'in zərbəsi. Son toxunuş olmadı. Əks hücumlardan necə böyük təhlükə yaratdığını oyunda növbət dəfə gördük. Füzuli Məmmədovun komandasının Kyle Spence. Slavik Alxasov. Slavik. Santos. Felipe Santos. Slavik'ten qapı qarşısına və gol! İstədiyi qol aracaq Çumanın oyunun 35-ci dəqiqəsində. Muaka Simakala yoxsa Keita qəbul eləyir. Baxırıq biz de son təkrarına. Santos burada. Zamanında gördü, ötürmə verdi Alxasova. Ardından Keita'ydı o. Simakala bıraktı, Keita indirdi. 1-0. Araşvan öne çıxan tərəf oldu. Əslində buna qədər rəqibin qapısında hər hansı bir 100% gol epizodu ciddi təhlükə yarattığını Şvana bu görüşdə 3 xal hava su kimi lazımdır. Burada Keita'dan əl hərəkətlər top meydanda və Keita'da ötürməsi dəqiq. Simakala! Ola! Top qapıdan amma bayraq qalxıb. Oyundan kənar vəziyyətdə olduğu bildirilir Muaka Simakala'nın. Əl ötürmə Keita'dan. Baxırıq bizdə. Qarda da epizod dəyərləndiriləcək təbii ki. İnce epizoddur. Muaka Simakala da yaxşı çıxdı orada topa. İrəlidəydi ya yox. Bax bu sualın cavabını biləcəyik. Keita'nın ötürməsi xüsusi olaraq qeyd olunmalıdır. Qol qeyd alınarsa Keita'nın aktivində artıq bir gol, bir məhsullar ötürmə olacaq. Bunlar hamısı cəmi cümlətanı 40 dəqiqəyə çıxacaq. Var hakimləri. Gözləyirik. Qərar. Qoldur. Top qapıdan keçib və qaydalar çərçivəsində vurulub bu qol. Muaka Simakala. 2-0. Bu da vardan gələn görüntü. Coşqun Diniyev, solunda Slavik var, oynadı onunla. Slavik Alxasov baxır qapı önünə, ötürmə Slavikdən, qapı qarşısına Simakala. Rıvanın buraxılan qollara cavabı necə olacaq? Sağcan ötürmə, Keita buradadır. Keita'dan qapı qarşısına Simakala, Simakala ayaq soxladı, dirək. Əsil. Bir gözəl pauza verdi orada Simakala. Fikir verin, bax burada. Hop! Ayaq saxladı ardınca. Qapıçının əlinin çatmadığı nöqtə. Burada Elvin. Bu səhvə yol verdi, top itirdi. Felipe Santos. Santos soluna çəkdi, ötürmə verdi. Simakala topu qaytarır. Rodriguez! Özü vurmadı, amma avtogolla yekunlaşdı. Amma bayraqda qalxıb. Orada maraqlısı odur ki, Rodriguez nəyə görür? Baxırıq. Yoxsa qayda pozulmuşdu. Baxırıq burada. Bax bu epizod Muaka Simakala əməli. Tuş gəldiğinde Karvan hücumu təhlükəli ola bilər. Kyle Spence! 2-1! Qaydır oyuna Karvan. Biz təslim olmamışıq. Mesajı ötürür Karvan Yevlax. O kən qol ikinci hissənin əvvəlində.
Spence ötürmə də vermədi. Bütün məsuliyyəti götürdü üzərinə. Və görürük ki, yekunda ən doğrusunu elədi. Tərlan Əhmədin əlinin çatmadığı nöqtəyə topu yollayır. Fərq minimuma enir Kyle Spence'in qolu ilə. Ötürmə irəliyə. Qapı qarşısına və top qapıdan keçmədi. Santos neyi vura bilmədi? Nuno Rodriguez baxır rəqibin cərmə meydanına, boylandı ora, ötürməsi qapı önünə. Slavik Alxasovdadır top. Araz hücumu davam eləyir. Coşqun Diniyev, Coşqunun zərbəsi az. Kubokları vəsq uğrunda vacib qardaşmalardan biri deyir. Əliyə ötürmə, Uğur sürətləndi. Uğur Tərlanı yerdədir. Hakimə dərhal iradlar var. Var, baxılacaq epizoda biz hələ ki epizodun təkrarına baxırıq. Burada Tərlan Əhmədli və Uğur Cankirov mübarizəsi var idi. Fikir versə, Tərlan Əhmədli son anda ayağını çəkdi və oyun da qaldığı yerdən davam eləyir. Qayda pozuntusu yox idi həmin epizodda. Son qərar bu cürdür. İrəliyə ötürmə Felipe Santos. Santos'un zərbəsi. Şimdi uğurluydu. Barkoxen. Santos. Felipe Santos. Santos. Az fərqlə top. Qapıdan aralı keçdi. Felipe Santos. Futbolçuları. Və burada topu qazandılar. Gavi Thompson'dan Michels ötürmə. Slide Michels. Michels. Tərlan Əhmədli imkan vermədi Slide Michelsə. Topu bir xeyli özünə irəli buraxmışdı Slide Michels. Futbolçuları. Baxırıq epizodun təkrarına, artıq birə-birdə idi Slide Michels. Topla davranışı ürək açan olmadı son nöqtədə. Özündən irəli buraxdı. Kamran Bərəhimov hələ ki davam etdirir oyunu. Bu ötürmə Bəxtiyar. Növbətə səhvsiz oynadı və qarşılaşma yekunlaşır. Araz Naxçıvan 2, Karvan Yevlax 1.